Salamlar, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bu günləri üslublar haqqında danışmaq istəyirəm və məqsəd ondan ibarətdir ki, gördüyünüz cədvəl sizə üslub suallarının yazılmasında böyük kömək olacaq. Bu cədvəlləri özüm hazırlamışam. Yəni müəllifi mənəm. Ona görə də xahiş edirəm, müəlliflik hüququnu qoruyaraqdan paylaşarkən, kimlərləsə bölüşərkən və s. mütləq şəkildə müəlliflik hüquqlarımı qoruyun. Bunu paylaşmaqda əsas məqsəd özü hazırlaşan abituriyentlərə dəstək olmaqdır. Əslində bu cədvəllər sırf mənim tələbələrim üçün hazırlanıb. Ancaq başqa tələbələr də istifadə edə bilərlər dediyim kimi, lakin müəlliflik hüququnu qorumaq şərti ilə. Bunu deməli imtahanımızın, yəni hələ ki tarixləri məlum deyil və ümid edirəm ki, imtahanda da mütləq şəkildə üslubla bağlı sual düşəcək və onu rahat yaza bilməniz üçün bu PDF sizin üçün faydalı olacaq. Deməli, adətən 11-ci sinifin buraxılış imtahanlarında və 3-cü qrupun blok imtahanlarında ətraflı tələb olunan, yəni situasiya tapşırıqlarında üslubları Euler-Venn diaqramında müqayisəli təhlili soruşulur. Və elə məhz buna görə də 5 cədvəllə siz bunları müqayisəli təhlilini rahat şəkildə həll edə bilərsiniz. Məsələn, sizə təqdim olunub əsas mətniniz bədii üslubda. Tutaq ki, birinci mətniniz bədii üslubdadır və sizə çərçivədə verilmiş mətn isə publisistik üslubdadır. Ən rahat üsulu və necə deyim, yazanda bilməlisiniz ki, 100% tam bal alacaqsınız. Məsələn, elə fikir yazmalısınız ki, o fikir tamamilə ancaq bədii üsluba aid olsun, ya da tamamilə ancaq publisistik üsluba aid olsun. Niyə belə deyirəm? Çünki publisistik üslubun iki ən yaygın növləri var. Məsələn, elmi publisistik var, bir də bədii publisistik var. Bədii publisistik üslubda olan mətnlərdə də poetik funksiya daşıyan sözlərdən istifadə oluna bilər. Bədiidə də poetik funksiya daşıyan söz və ifadələrdən istifadə olunur. Elmi publisistik üslubda olan mətnlərdə də terminlərdən istifadə olunur. Elmi üslubda da, elmi publisistikdə də, elmi üslubda da terminlərdən istifadə olunur. Baxın, cədvəl 1 ilə cədvəl 2 uşaqların ən çox səhv yazdıqları məsələlərdir. Məsələn, uşaqlara telekinez mətni verilir. Tutaq ki, bir də elmi üslubda hər hansı bir mətn verilir, müqayisə eləyin deyir. Uşaq götürür, yazır, telekinezə yazır, terminlərdən istifadə, amma səhvdir. Terminlərdən istifadə ortaya yazılmalı. Çünki hər ikisində terminlərdən istifadə olunur. Yəni, həm elmidə, həm elmi publisistik üslubda. Ümid edirəm, anlata bildim. Gəlin bir-bir baxaq yenə də. Məsələn, bədii üslubda bir mətn verilib, bir də publisistik üslubda. Tutaq ki, sizin bədii üslubda olan mətninizdə də məcazi mənalı söz var. Publisistikdə də məcazi mənalı söz var. Siz ortaya, kənarlara məcazi mənalı söz yazmaqdansa, həmin üslubun, yəni necə deyim, ancaq özünə aid xüsusiyyətini yazsanız daha yaxşı olar. Məsələn, mücərrəd obrazlılıq, bədiilik, ekspressivlik, poetik funksiya daşıyan söz və ifadələrdən görürsünüz necə yazmışıq? Geniş istifadə. Bu bədii üsluba aid xüsusiyyətdir. Məcazlar da yaza bilərsiniz, ancaq diqqətli olmalısınız. Məcaz deyəndə bədii təsvir vasitələri nəzərdə tutulur. Yəni, bütün məcazlar məcazi mənadadır, lakin bütün məcazi mənalı sözlər məcaz deyil. Məsələn, daş ürək, tutaq ki. Daş ürək, necə ürək? Epitetdir, daş ürək. Və həmçinin daş ürək məcazi mənalıdır, həm də məcazdır. Çünki daş ürək epitetdir, məcazdır, həm də məcazi mənalı sözdür. Amma, məsələn, dil boğaza qoymamaq məcazidir, amma məcaz deyil. Çünki dili boğaza qoymamaq frazeoloji birləşmədir. Yəni, qısacası, hər üslubun əsas xüsusiyyətləri nədirsə, o mütləq şəkildə həmin mətndə olacaq. Məsələn, mücərrəd obrazlılıq, yəni ekstradan məcazilik. Uşaqlar həmişə deyir, obrazlılıq nədir? Obrazlılıq deyəndə uşaqlar elə başa düşürlər ki, orada obrazlar var. Xeyr, obrazlılıq məcazi məna deməkdir. Mücərrəd obrazlılıq, yəni çox-çox məcazi. Çox-çox məcazi. Bədiilik. İstər-istəməz bütün bədii üslubda olan mətnlərdə bədiilik özünü göstərir.
Ekspressivlik, təsirlilik və poetik funksiya daşıyan söz və ifadələrdən geniş istifadə. Baxın, 4 dənə xüsusiyyət vermişik, hansı ki, adətən bir xüsusiyyət yazmaqla da siz Eyler-Venn diaqramından tam bal ala bilərsiniz. Publisistik üslubda olan mətin. Həmişə deyirəm, özünüzü dağa daşa salmayın. Ay, nə bilim, informativ funksiya daşıyan sözlərdən istifadə. Hamısında istifadə olunur informativ funksiya daşıyan sözlər. Rəsmi güzarda da var, publisistikdə də var, elmidə də var, bədidə də var. Bir mətin tamamilə informativdən ibarət ola bilər. Məsəl üçün, publisistik üslubda olan mətin mümkünsüzdür. Ya da bir mətin tamamilə məcazidən ibarət ola bilərmi? Xeyr. Yəni, hər məcazi mənalı ifadələrin geniş istifadə olunduğu mətndə mütləq şəkildə həqiqi mənalı sözlər də var. Hər həqiqi mənalı olan mətnlərin içərisində ya terminoloji, ya məcazi mənalı sözlərdən istifadə oluna bilər. Ona görə özünüzü dağa daşa salmayın. Publisistik üslub deyirsə, konkret yadda saxlayacağınız bir şablon kimi əzbər bilməli olduğunuz 3-4 xüsusiyyət var. Hətta 4. Mən bura 3-ünü yazmışam. 4-cünü də deyəcəm. Publisistik üslubda mətin gördünüzsə, gözünüzü yumun, o 4 xüsusiyyəti yazın. Kütləvilik. Başqa heç bir üslubda yoxdur kütləvilik, ancaq publisistikdədir. Rahat yaz. İctimai təfəkkürün təzahür formasıdır. Rahat yaz bu xüsusiyyəti. Uşaqlar əzbərləyir, amma mahiyyətini dərk etmirlər. Nədir ictimai təfəkkürün təzahür forması? İctimai nədir? Yəni, xalq, cəmiyyət, düzdür? İctimaiyyət, belə deyim. İctimaiyyətdə hər kəs tərəfindən anlaşılır deyirik. Düzdür? İctimai üslubdur publisistik üslub. Təfəkkür, yəni cəmiyyətin ideologiyasının əks etmə formasıdır. Yəni, hər kəs başa düşür bu üslubu. Çoban babada, yaşlı nənədə, siyasətçidə, müəllimdə, vəkildə, evdar xanımda, hər biri bu üslubda hazırlanan mətni oxuyanda anlayır, anlaşıqlıdır, xalq danışıq dilinə yaxındır. Görürsünüz, mən bu xüsusiyyətləri yazmamışam cədvələ. Hara yazmışam? Ortaq xüsusiyyətlərə yazmışam. Çünki bədii üslubda oxunan mətni də hər kəs başa düşür, publisistiki də. Ona görə özümüzü qarantılayırıq. Publisistik üsluba şablon 4 xüsusiyyət yazırıq. Kütləvilik, ictimai təfəkkürün təzahür forması, qəzet və jurnal dili, bir də bura yazmadığım 4-cü xüsusiyyət müxtəlif mövqe və maraqları əks etdirməsi. Publisistik mətn düşsə, istəyir telekinez tipi düşsün, istəyir Əhməd bəy Ağaoğlu tərzi düşsün, fərqi yoxdur. Bütün publisistik üslubda olan mətnlər üçün 4 xüsusiyyət var. Kütləvilik, ictimai təfəkkürün təzahür forması, qəzet və jurnal dili, müxtəlif mövqe və maraqları əks etdirməsi. Harda gördün bunu yaz. Publisistiki harda gördün onu yaz. Harda gördün. Ən azı deyirəm, yenə də bircə dənə də yazıb siz tam bal ala bilərsiniz. Çünki bəzən Eyler-Venn diaqramlarında soruşmur ki, ən azı 3 dənə yaz filan deyilmir. Əzbərlədik. Bədii üslub üçün nə lazımdır? Bədiilik, ekspressivlik, mücərrəd obrazlılıq, poetik funksiya daşıyan söz və ifadələrdən istifadə. İndi deyirsiniz ki, bəs ellipsis var. Ellipsis də var məsələn bədidə. Amma sənin oxuduğunu bədii üslubda olan mətndə ellipsis olmasa, sən o ellipsisi oraya yazsan, səhv olacaq. Çünki sualların şərtində fərq var. Deyir ki, mətnin üslubi xüsusiyyətlərini, yəni mətn hansı üslubdadırsa onun xüsusiyyətləri yox ha. Mətndə hansı xüsusiyyətlər varsa onu yaz. Var mətnin üslubi xüsusiyyətləri, var mətnin aid olduğu üslubun xüsusiyyətləri. İncə fərq var bu suallar arasında. Bəzən müəllimlər belə qarışdırırlar. Mətnin üslubi xüsusiyyəti deyirsə, mətndə nə varsa onu yazmalısan. Mətnin aid olduğu üslubun xüsusiyyətləri deyilirsə, həmin üsluba aid nə varsa onu yaza bilərsən. Söz misalı, mətnin üslubi xüsusiyyətlərini
cədvələ yazaraq tamamlayın deyirsə, mətnində epitet varsa epitet yazmalısan. Təşbeh varsa təşbeh yazmalısan. Ellipsis varsa ellipsis yazmalısan. Buna görə də işimizi qarantlamaq üçün nə yazırıq? Məcazilik, bədiilik, ekspressivlik, obrazlılıq. Bunlar. Bədii ilə publisistikin ortaq cəhəti nədir? Bütün üslublar üçün ortaq cəhət funksional üslublara aiddir. Hamısına yazmışıq, görürsünüzsə, cədvəlin aşağı hissəsində də var. Bədii ilə publisistikin bir digər oxşar xüsusiyyəti aydın və anlaşıqlı olmasıdır. Zaten anlaşıqlı olmasa, abituriyenti imtahan kimi verməz o bədii mətni, deyilmi? Niyə verir? Anlaşıqlı deyilsə, onu niyə bütün uşaqlara təqdim edir? Anlaşıqlıdır ki, təqdim edir. Ona görə publistiklə bədiinin ortaq cəhəti nə olur? Aydın və anlaşıqlıdır və funksional üslublara aiddir. Bir də bu cədvəldə qeyd etmədiyim bir xüsusiyyət daha var. Ədəbi dil nümunəsidir. Bütün funksional üslublar ədəbi dilin üslublarıdır. Ona görə yazırsınız, bütün üslublar üçün ortaq cəhət funksional üslublara aiddir. Ədəbi dil nümunəsidir. Yaxşı, belə bir sual ortaya çıxa bilər. Bəs niyə yazmırıq? Normalara tabedir. Ədəbi dilin normalarına tabedir, niyə yazmırıq? Çünki sənə təqdim etdiyi mətndə leksik normanı, qrammatik normanın tələblərini pozduğu cümlələr ola bilər. Hansı ki, sonra onu sənə sual kimi təqdim edir ki, düzəliş eləyin, yenidən yazın. Siz onu götürüb ortaya yazsanız ədəbi dilin normalarına tabedir. Deyəcək ki, bax, gözəlim, bədii üslubda olan mətndə, bu cümləndə üslub norması pozulub. Daha doğrusu, dilin qrammatik normasının tələbi pozulub ya da leksik normasının tələbi pozulub. Sən götürüb niyə yazırsan normalara tabedir? Niyə özünüzü dağa daşa salmalısınız? Götürün ortaya yazın. Funksional üslublara aiddir və ədəbi dil nümunəsidir. Mütləq şəkildə. Baxın, çox düşür. Bir də üstündən keçirəm. Bədii üslubda olan mətn hər zaman doğrudur. Obrazlılıq, bədiilik, ekspressivlik. Poetik funksiya, poetik nədir? Məcazi. Poetik funksiya daşıyan söz və ifadələrdən geniş istifadə. Publistika hər zaman yazacaq? Kütləvilik, ictimai təfəkkürün təzahür formasıdır. Qəzet və jurnal dilidir. Müxtəlif mövqe və maraqları əks etdirir. Bu birinci cədvəlimiz. Keçək ikinci cədvəlimizə. Adətən belə suallar daha çox düşür. Cədvəl 2 ilə bağlı olan suallar. Mətnimiz publisistik üslubda olur, amma cıqqa-cıqqa da terminlər verirlər ortada. Məsələn, telekinez kimi dediyim kimi. Bir dənə də götürür, fizikadan bir düstur yazır elmi üsluba və onu bir balaca çərçivədə verir ya da latın sözüdür, filan sözdən götürülüb. Məsələn, bitkilərlə bağlı verirlər. Məsələn, enli yarpaqlılar fəsiləsinə aiddir. Bilmirəm, yəni biologiya ilə bağlı, kimya, fizika ilə bağlı bəzən belə kiçik mətnlər verirlər. Və müqayisə edin deyir. Elmi ilə publistiki necə müqayisə edəcəyik? Baxın, konkretlik, dəqiqlik, elmilik. Bütün elmi üslublarda olan mətnlərdə konkretlik var. Dəqiqlik var. Elmilik var. Terminoloji funksiya daşıyan sözlərdən geniş istifadə. Deyirsən, mən illa ki, publisistikimdə də termin var, elmimdə də termin var. Necə yazım? Çox mu ayrı-ayrı yazmaq istəyirsən? Belə yaz. Elmidə yaz, geniş istifadə olunub terminoloji funksiya daşıyan sözlərdən. Publistika yaz, terminlərdən istifadə olunub. Amma yenə deyirəm, özünüz niyə dağa daş salırsınız? Publisistikin kifayət qədər özünə məxsus xüsusiyyətləri var. Hansı ki, bayaq da sadaladım 4 xüsusiyyəti. Elmi üsluba nə yazacağım? Konkretlik, dəqiqlik, elmilik, terminoloji funksiya daşıyan sözlərdən geniş istifadə. Bu cədvəl qrafik düstur yazmışam, elmə səri monoqrafiyaların dildə yazmışam. Bunlar üslubun xüsusiyyətidir. Mətnin üslubu xüsusiyyətinə götürüb siz bunları yaza bilməzsiniz. Bu üslubun xüsusiyyətidir deyə yazmışam. Ortağa yenə nə yazmışıq? Funksional üslublara aiddir və nə yaza bilərik əlavə? Ədəbi dil nümunəsidir. Belə. Sonra, üçüncü cədvəlimiz rəsmi şüzar üslubla publistik üslubdur. Ən rahat müqayisələrdən biridir. Yenə publistika dediyimiz o 4 dənə gözəlçə fikrimizi yazırıq. Rəsmi şüzar üslubda əzbər bilməliyik. Arxaik leksika və sintaksisi məhduddur.
Mücərrəd obrazlığa məcazliyə yer verilmir. Vahid konstruksiyaya malikdir. Rəsmi və işgüzar sənədlərin dilidir. Normallığı möhkəmdir. Bu nə deməkdir? Yəni, məsələn, sintaksi məhduddur filan yazırıq, normallığı möhkəmdir yazırıq. Niyə? Bir də standart forma yazmamışam deyəsən onu. Standart formada olur rəsmi işgüzar üslub. Nə demək? Rəsmi işgüzar sənədlərə aiddir deyirik. Məsələn, konstitusiya, məsələn, arayış, protokol, akt, nə bilim, ondan sonra o qədər sənəd var. Sərəncam, əmr, qərar. Bunlar ərizə, ən rahat yoldan keçək sizin tanıdığınız ərizə məsələn. Ərizənin konkret quruluşu var. Filan kəs o filan kəsdən, filan kəs o filan kəsə ortadan yazırıq. Ərizə 2 cümlə ilə nəyə xahiş edirsə onu yazırıq. Altdan imza, tarix, vəsə. Daha artıq məsələyə ehtiyac yoxdur. Ona görə deyirik, sintaksisi məhduddur. Arxaik leksika nədir? Ərizə sözünü biz hal-hazırda ərizə sənədindən başqa hardasa istifadə edirikmi? Yox. Yəni, arxaik leksika yəni keçmişdən necə gəlibsə, hələ də elə də sənədin adı gedə-gedə gedir. Yəni biz o ərizənin adını dəyişib başqa bir şey qoymuruq. Xahiş yazmırıq məsələn ərizənin yerinə. Ərizə ərz etməkdən yaranmışdır və hal-hazırda da istifadə olunur deməkdir. Yəni ümid edirəm anlada bilirəm. Bunları rəsmi işgüzar üslub üçün əzbərləməlisiniz. Yəni başqa yolunuz yoxdur. Məsələn, konstitusiyadan götürür verir 21-ci maddə. Məsələn, 21-ci maddədə nədən danışır? Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası dövlət dilinin inkişafı üçün tədbirlər görməyə davam edir, məsələn. Maddə 21 tutaq ki, və yaxud da ki, götürür yazır, maddə 1.1. Nə bilim, yazır, 32-ci maddənin 3-cü bəndinə müvafiq olaraq. Bunların hər biri, siz o artıq bəndləri görəndə bilməlisiniz ki, bu rəsmi işgüzar üslubdadır, bu hansısa qanundandır, hansısa konstitusiyadan ola bilər, hansısa qanundan ola bilər, qərardan ola bilər. Siz rəsmi işgüzar üslubu konkret bu xüsusiyyətlərini yazırsınız, bitdi. Ortaqda hər zaman nə yazırıq? Funksional üslublara aiddir və ədəbi dil nümunəsidir. Bədii ilə məişət. Bədii ilə məişət. Məişətdə 2 dənə gözəlcə xüsusiyyətimiz var. Sərbəstlik, təbiilik. Hara gəldi o ikisini rahat yazın. Dialektik nitq formasıdır. Loru dillə ədəbi dilin ortasında da yazıda bilərsiniz. Amma ən qəşəngi nədir? Sərbəstlik, təbiilik. Məişəti bizə müəllim necə verəcək? Məişəti dialoq formasında və transkripsiyada verəcək. Bax, belə-belə dialoq formasında olacaq və transkripsiyada verəcək. Danışıq dilindədir çünki. Bədii üsluba hər zaman yazırıq? Obrazlıq, bədiilik, ekspresivlik. Poetik funksiya daşıyan sözlərdən geniş istifadə. Baxın, ikisindən nə yazmışam? Anlaşıqlıdır, funksional üsluba aiddir. Məişəti anlamırsınızmı? Anlayırsınız. Evdə danışanda anlayırsınızmı? Anlayırsınız. Bədii üslubu anlayırsınızmı? Onu da anlayırsınız. Ona görə anlaşıqlıdır. Və həmçinin nə yaza bilərik ortaya? Ədəbi dil nümunəsidir. Belə. Məişət üslubu ilə bədiyinin bura yazmadığım bir fərqi daha var uşaqlar. Varvarlar və vulqarlar. Yəni söyüşlər və xarici dildən dilimizə keçən və hal-hazırda istifadə etdiyimiz o uje, nə bilim, fortiçka, bu tərz sözlər var. Xaladelnik, kuxna, bu tərz sözlər. Varvarlar və vulqarlardan məişət üslubunda istifadə oluna bilməz. Nədə istifadə olunmalıdır? Bədidə. İstifadə olunmalıdır, yox, əstəğfurullah. İstifadə oluna bilər. Səbəb nədir? Vulqarlar, varvarlar niyə bədidə istifadə oluna bilər? Obrazın daxili aləmini açmaq üçün ki, bu adam söyüşlə danışırsa, necə bir xarakterə sahibdir? Varvarlarla danışırsa, necə bir xarakterə sahibdir? Məsələn, Cəlil Məmmədquluzadə anamın kitabı əsərində qardaşlar, yarı Rus, yarı Azərbaycan, yarı bir qardaş, yarı ərəbcə, yarı Azərbaycanca filan danışır. Yəni, biz artıq qardaşların mənəviyyatına, təhsil aldıqları ölkənin mənəviyyatının hopdurulduğunu görürük. Məsələn, o obrazların iç aləmini açmaq üçün varvarlardan istifadə edir ya da vulqarlardan istifadə edən bir obraz görürük. Amma məişətdə olmaz vulqar varvar. Olmaz. İndi deyirsiniz, evdə cəmaat söyüş və ya varvar istifadə eləmir. Eləyir. Amma üslub bunu tələb eləmir. Bunu yadınızda saxlayın. Sonra cədvəl 5 və sonuncu cədvəlimiz bədii üslub və bədii üslub müqayisəsi. Deyəcəksiniz, müəllim, necə? Bədii üslubu bəzən verirlər. Hətta mən çox vaxt sınaqlarda falan çox görürəm.
Mətndə görürsünüz şeiri müqayisəsi. Ay, çox asandır. Çox. Mətn nəsr formasındadır. Şeir nəzm formasındadır. Yazırsınız. Nəsr formasına təzahür edir. Mətniniz tutaq ki, şeirə nə yazırsınız? Nəzm formasına təzahür edir. Ortağa yazmışıq nə? Obrazlılıq, məcazi mənalı sözlərdən istifadə funksional üslublara aiddir. Artı ədəbi dil nümunəsidir. Baxın, çox rahatdır. Üslublar, görürsünüz, 20 dəqiqədə 5 cədvəllə bütün üslubların ən əsas xüsusiyyətlərini öyrənməklə ən azı 5 bal qazana bilərsiniz. Çünki açıq suallarda çox istifadə olunur. Xüsusilə keçən ilin buraxılış imtahanında cədvəllə, yəni Euler-Venn diaqramı ilə müqayisə sualı düşmədiyi üçün bu il düşmə ehtimalı var. Və ya qapalı suallarda da düşsəm, konkret açar sözlərdən istifadə edərək artıq yaza bilərsiniz. Euler-Venn diaqramı formasında çəkməmişəm. Yəni bunu özüm hazırlamışam. Növbəti səhifəsində sadəcə hazırladığıma dair məlumat var. Bu cədvəli öyrənməklə siz həll edə bilərsiniz. Baxın, əziz abituriyentlər, əziz imtahana hazırlaşan namizədlər, bu üslub xüsusiyyətlərini əzbərləməklə imtahanda ən az 5 və ya 7,5, çünki qapalı sualda düşsəm yazmaq olur, həll edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Video faydalı oldusa, bəyənməyi, şərh yazmağı unutmayın. Əgər PDF lazım olarsa, əlaqə yaradıb PDF-i əldə edə bilərsiniz. Ancaq müəlliflik hüququnu qorumaq şərti ilə. Hər birinizə uğurlar arzu edirəm.